Bəyqurt qalası, onun divarları. Bu mən Elman Məmmədoğlu sizinlər üçün çəkirəm. Bu qalaya aşağıdan çıxdıq. Möhtəşəm görünüşü var. Qala divarlarına baxın. Bəyqurt qalası. Mən Elman Məmmədoğlu Qurt qalasını çəkirəm. Divarlarını addımlayıram. Qalanın divarları möhtəşəmdir. Yan ki üstünə də çıxacaq. Bu ağacın öz gözəlliyi var. Özüm də çəkirəm. Gedə qala divarı ilə. Yenə bu yazını görün. Qale, Bəyqurt 12-15-ci əsrdə abidəsidir. Qala divarlarının bir hissəsidir. Bu qala divarlarının qapısıdır. Bu bizim turun üzüdür, Rizvandır. Rizvan indi öz mahayətini göstərəcək. Qalan üstünə çıxacaq. Bu qalanın ara yollarıdır. Ara yolu ilə çıxıram qalanın divarının üstünə. Hani ikilidir. Bu iki divar arası yerdir. Keçirəm. Qala divarının üstündəyəm. Belə tikirlər. İndi qalanın tam üstündəyəm. Bayaqları çəkdiyim yerdir. Aşağıdan görürsünüz. Buradan kəndin görünüşü, dağların görüşü. Qala divarının üstündəyəm. Ən təhlükəli nöqtəsində. Kəndə görüş. İt də dalımıza gəlib. Qala divarının üstündəyəm. Xeyli çəkdim. Hələ yuxarı baxın elə bir adamdır. Baba görürsünüz burada. Mənzərə.